5-6 sual içərisində 4-cü sual, eləmi? Sual 4-də bizdən nə istəyir? Cədvəldəki ədədlər neçə faizi natural ədəddir? Ümumiyyətlə cədvəli saysaq 2, 5, 10 dənə ədəd var. 10 ədəddən neçəsi naturaldır? 5, 7 və 9. Yəni 3 dənəsi. %30 3-ü naturaldır. 10-undan 3-ü. Bir şeyin 10-da 3-ü. Bir şeyin 10-da 3-ü onun 30%, eləmi? Geçmişdik buna. Və yaxud da 10 ədəddən 3-ü naturaldır. 3, 10-un neçə faizdir? Vuracaq 100-ə. 10 eləyər 30%. Oldu mu? Bildim. Buyurun, sual. 10-a qədər sual. Fatimə, səsin gəlsin, sual ver. Buyur, eşitəm sənə Fatimə. Mənim 10-a qədər sualım yoxdur. 18 müəllim. Sualın yoxdur, hələ ki, sual 8 dedilər. 8-ci sual davam edirik. Müəllim, 18. 18 dedim. 18. 18-dən əvvələ kimin sualı var? Müəllim, 11-12. Baxa. 11-ci sual, biz sən keçən dəfə bu haqqında xeyli danışmışdıq. Deyir 0,43-ü faizlə ifadə edin. Bizə vuracaq. Bizdə %43-ü faizlə ifadə edin. Bir şeyin 0,43 hissəsi onun %43-ü deməkdir. Biz demişdik faiz nədir? Ədədin %1 hissəsindən faiz deyilir. Onun ədədin %43-ü elə onun neçə faizidir? %43%. Və yaxud da 0,43, yəni ixtiyari ədədi faizə çevirmək üçün nə edirdik? 100-ə vurub yanına faiz şərəsini yazırdıq. Olurdu 43%. Yox, əksinə. Məsələn, 67%. Faizə də çevirmək üçün 100-ə bölüb yanına faiz şərəsini götürürdük. 67 bölərdik 100-ə, olardı 0,67. Buyurun, sual. 18 müəllim. 18. 18 əksər şagirdlərin sevmədiyi sualdır. Bunu daha çox fizika işləyən şagirdlər daha yaxşı işləyirlər, daha çox işləyirlər daha doğrusu. 18-də bizə nə deyir? Deyir, D bərabərdir, AB bölünsün C-dir. Əgər A-nı 10 dəfə artırıb C-ni 5 dəfə azaltsaq, birinci D-nin qiyməti buydu. AB bölünsün C. Bu dəfə nə edik ikinci halda? A-nı 10 dəfə artırırıq, olur 10AB C-ni 5 dəfə azaldırıq. Yox, 5 dəfə azaldırıq. Olur C bölünsün 5. Görürsən? Nəticə dəyişər. Kəsrin bölünməsinə görə birinci ifadə olduğu kimi qalır. Bilirsiniz də bunu. İkincinin tərsinə vururuq. 50AB bölünsün C. Bayaqdan AB böləcəkdi. İndi 50AB böləcəkdi. 50 dəfə nədir? Artdı. Aydındır? 19-a baxardınız. 19. Baxaq. 19-cu sual. Xahiş edirəm, suallarınızı rahat verin. Suallarınızı çəkinməyin. 19. 4 və 5 ədədləri ilə mütənasib olan 2 müsbət ədədin cəmi 45-dir. Deyir, 4 və 5 ilə mütənasibdir. Nə deməkdir bu? Kömək edin mənə. 4K plus 5K bərabər 45. Biz o mütənasib sayılar bölmə deyirdi, yada düşürmü? 4 və 5 ədədi ilə mütənasib o deməkdir ki, nə deməkdir bizim üçün? Ədədlərin biri 4K-dır, o birisi neçədir? 5K. Və cəmi 45-dir. 9K 45-dirsə, K-nın qiyməti 5-dir. Bunun biri 4K-dır, yəni 20-dir, digəri 5K-dır, yəni 25-dir. 500 edəcək mən. Hasilin deyir mənim vurmalı. Hasildə mən 500-dür. Olacaq, onda 20 vurulsun 25. 500. Olar mı? 20 müəllim. Müəllim 20-yə baxardıq. Baxarıq 20-yə. Məktəbdə
şagirdlərin 400 kitabının 34,5% ədəbiyyatı. Bax nə edirik? Cəmi kitab nə qədərdir? 400. 400 müəllim. Bu kitabların ədəbiyyatın paya düşür 34,5%. Onda yerdə qalanları riyaziyyat. Eləmi? Görək nə qədər ədəbiyyat kitabı var? 400 kitabın 34,5% ədəbiyyat. Böləcək 100-ə. 34,5-ə böləcək 100-ə. İxtisar gedər, eləmi? 20, 16, 8, 128. Müəllim, yox. yox. 138 eləyər. Aha. Sıfır olar neçə? 138. Demək bu 400 dənə kitabın 138 dənəsi ədəbiyyat. Onda yerdə qalan 262 dənəsi nədir? Riyaziyyat. Olarmı? Müəllim, 100-dən 34,5-ə çıxmışam, elə promoyu tapmışam. Əlbəttə. Biz ədəbiyyatın sayını tapdıq, cəmi kitabdan çıxdıq. Sən nə etmirsən? Tapmısan ədəbiyyatın payına düşən normanı, daha yazdın, düzdürmü? Əgər bunun 34,5% ədəbiyyatdırsa, onda yerdə qalanı, yəni nə qədəri 65,5% də nə kitabıdır? Riyaziyyat kitabıdır. Sən tapmısan 400-ün 65,5 bölünsün 100 böyle yazmışsan, eləmi? Bəli. Hə, tamamilə doğrudur, olar. Buyurun. Müəllim 24. 24 deyirlər. Aha. 23. 23, 24 eyni suallardır. Elə sual 23-ə baxaq. Yazıb 3,6 bölünsün, bu tənasübdür. Eləmi? Gəl 3,6-nı çevirək adi kəsrə. Olsun 10,36. Bölünsün 5-də 14 bərabərdir. X bölünsün 3-də 5. Görürsünüz mü? Kənar hədlərin hansı? Bu X-dir kənar hədlərdir. Orta hədlər. Hasilə nə idi? Kənar hədlərin hasili orta hədlərin hasilə verir. 14 vurulsun X bərabərdir. 10-da 36 vurulsun 3-də 5-ə. İxtisar edəcək müəllim. 12 qalar. 2 qalar. 6 qalar desən, nə mi? Səhv edirəmsən. Və X də bərabər olacaq onda 6-nı böləcəyik onda neçəyə? 5-də 12. Məlumluğu tapmaq üçün hasili məlumluğa bölmək lazımdır. Və kəsrin bölməsinin ya birinci olduğu kimi qalır, ikincinin tərsinə qalır. İxtisar gedər, 7 qalar, 3 qalar. Olar 7-də 15. Olar mı? Buyurun. Müəllim 26 yapalım. Hə? 26. 27. 26. 26,12 bildir müəllim. Kənar hədlərin hansı? 26-cı sualda yenə də 36 bölünsün 7, x bölünsün 14-ə bərabərdir. Yenə də kənar hədlərin hansı? 7x bərabərdir 36 vurulsun 14. X də bərabərdir 36 vurulsun 14 bölünsün 7. 2 olacaq 72. Bu qədər. 27 müəllim. 7 dedilər müəllim. Deyir, ət bişirilikdə çəkisinin 4%-ni itirir. Yəni, ət bişirərkən bunun çəkisinin 4% gedir. İndi 20 kiloqram təzə ətdə neçə kiloqram bişmiş ət alınır? Əgər ət 20 kiloqramdırsa, bişirilərkən bunun 4% gedir. Görə nə qədər gedir? 20 vuracaq, 4-ə böləcək 100-ə. Edir 0,8. Demək, 20 kiloqram ətin 2 alınacaq. Tamam, 20-dən 0 alınacaq. 0,8-i gedəcək. Qalacaq 19,2 kiloqram. Olar mı? Bəli müəllim. Müəllim 29-a baxın da. Saha 29-a. $240 ədədinin 25%-ni tapın. Demişdi də müəllim keçən dəfə. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərmə vurub 100-ə bölmək lazım. Orada vuracaq çünki. Orada qalar 60. 60. Bu qədər. 32-yə baxardınız müəllim. Baxdıq 32-yə.
Müəllim 31'e bakarsınız. Niyə bax? 31. 155 ton mis filizindən 31 ton mis alınır. Yəni o birisi dəqiqən mədəndən çıxardılan mis filizi emal olunur, onun müəyyən qədərdən saf filiz çıxarılır. 155 ton filizdən 31 ton mis alınır. Deyir, bu filiz neçə kilo olsun, daha doğrusu neçə faizi misdən ibarətdir? Hər 155 tondan 31 ton mis alınırsa, demək sən o mədəndən çıxardığın 155 ton filizin 31 tonu misdir. Neçə faizdir? 31, 155'in neçə faizdir? Vururuq 100'ə. İxtisar gedir neçə qalır burada? 5 qarayırsan, elə mi? O da olacaq 5'də 1. olacaq 20 faiz. Ne edeceğim ben? Bu qədər. 32. 32. 32. İçəriyə gəl. Neçəyə baxırıq? 32. 32. 32-ci sualda. Deyir, 3,7 6 saata 220 kilometr məsafə qət edir avtobus. Həmin sürətlə 7,5 saata nə qədər gedər? Sizcə bu düz, yoxsa tərsi mütənasibdir? Məntiqli cümlə istənirsiniz. Düzdür, əlbəttə. Yola nə qədər çox zaman sərfəsə, o qədər çox gedər. Amma yəni biz bu kəsi çevir hamısını nəyə? Düzgün olmayan kəsi. 3,7-də 6-nın əvəzinə yaza bilərik. 27. 7-də 27. Düzdür. Aşağıda tamam 7'de 54. 54. Demək 7-ni siləcək, 49, bəli, 54. 54. İndi çarpaz vuracaq. Eləmi? 7-də 27 vurulsun x bərabərdir. 7-də 54 vurulsun 220. X bərabərdir. 7-də bəli 54 vurulsun 220 bölərkən tərsinə vuracaq. 27-də 7-yə. 7 ixtisa qədər, 27 ixtisa qədər burada 2 qalar. Olur nə qədər? 440 kilometr. Müəllim, bir sual soruşa bilərəm bu sual haqqında. Buyur. Mən burada indi məsələn saat da var, məsafə də var, sürət də var. Ona görə etmirik onda həlləri. Yəni fizika yoluna getməksən, sən saat zaman məsələsini. Mən birinci elə getdim, sonra səhv aldım. Ona görə anlamadım o sualı. Yəni yazmadım. Deyirəm tam olaraq nə etmişdin, sənin gedişini eşitmək istəyirəm mən. Mən məsələn birində saat var, birində məsafə, sürəti tapmaq istəyirəm. Sürət də tapmaq istəyirəm. Məsafə saata bölürsən. Gedən yol bölürsən zamana. Zamana. Sonra həmin aldığın qiyməti, yəni sürəti vuracaqsan ikincinin zamanına. Yəni harca hesabını səhv eləmirsən, doğru cavab alırsan. Bəli. Gedişin düz gedişdir. Amma tənasüb varkən niyə ona yazaq ki biz? Tənasüb ağlıma gəlmədi. Yox, bu aydın oldu mu yoxsa yox? O aydın oldu. Lap yaxşı, əla. 40-a qədər sual, buyurun. 36. Baxırıq 36-ya. Bu qəşəng sualdır. Sinifdə oxuyan 25 şagirddən 4 nəfəri 5 nəfər oxuyur. Bax, cəmi 25 şagird var. 4 nəfər oxuyur 5 qiyməti ilə. 9 nəfər oxuyur 3 qiyməti ilə. Yerdə qalan 4 nəfər oxuyur. Neçə nəfər qaldı yerdə? 4, 9, 13, 12 qaldı deyəsən, elə mi? Bəli. İndi deyir ki, bütün şagirdlər neçə faiz 4 alır? Ümumi neçə şagird var sinifdə? 25. Bunun 12'si 4 alır. 25'in 12'si 4 alır. 12, 25 neçə faizdir? 48. Olar mı? Bəli. Mən 35'e baxa bilərik. Niyə baxmayaq 35'e? Baxırıq 35'e. Fərqlə 170 detal hazırladıktan sonra məlum oldu ki, o işin 68%-in yerinə yetirir. Demək, iş hər nə qədərdirsə, onun 68%-i 170 dənə detal eləyir. Bax,
Bu adam 170 ilə detal düzəldir. Baxıb ki, işin 68%-ni görüb. Demək, iş hər nə qədərdirsə, onun 68% 70 detal edir. Bəs işin hamısı 100% nə qədər eləyir? X. X. Aydındır. Tənasüb. X X bərabərdir 100 vurulsun 170 bölünsün 68. 17 x-ə qədər 10 qalar, burada 4 qalar. 4 x-ə qədər 25 qalar, olar 250. Müəllim, mən bu testləri tənasüblə yazmamışdım. Olsun. Ən azından indi qabilirsən mı Leyla, yoxsa yox? Faiz. Yox, Necə? biz müəllim, faiz sadəcə, yəni 68. Yəni keçdiyimiz faiz düsturlar qaydasıyla yazmışdım. Yəni, sən tapmışsan ki, məsələn, 68%-i 170 100 faizi faizi tapmışsan. 170. Bildim. Əslində, baxırsan, biz eyni şey edirik. Nəticə eyni şeydir. Ədədi 100-ə vurub faiz göstərənə böl. O da mı qayda bax? 170-i vurmuşsan, 100-ə bölmüşsən 68-də. Eyni nəticə gəlib çıxılır. Sadəcə olaraq bu tənasüblə tərtib eləmək bizə məsələlərin həllinə gedən bir yoldur. Yəni, çalışın bunu öyrən. Yaxşı mı? Yox, tənasübü bilirəm. Çox məsələdə həll eləmişdim. Sadəcə bunları. Tam aydın nə deyirsən? Yolun tamamilə doğrudur, amma bunun üçün daha yaxşı olar. 45-ə qədər sual. 41-ə baxaq. 41 müəllim. 40-a baxaq. 40-dan əvvəl sual eşitsən ki, 39 eşitdim, hə, 39. Şəhər əhalisi 7000 nəfər, yox, 70.000-dir. 70.000-dən daxil olub 74.200. Deməli, 74.200 olub 70.000 nəfəri əhali. Yəni, 4.200 artıq. Əhali illik artıq faizi nə qədər? Əhali əvvəl nə qədər? 7.000. 70.000. 70.000 əhali 4.200 nəfər artıq bir ildə. Neçə faiz artıq? Yəni 4.270.000 neçə faizdə vururam bizə? İxtisar gedər. İxtisarımızdan gedər, düzdür? Onlar Ondan neçə? 6 faiz. 45, 6 faiz var. Sən 40 işləyirəm, yoxsa yox? 40-41. Yaxşı, bax 40-a. Şagird kitabın 60 səhifəsini oxudu. 60-ını oxuyur ha. Baxır ki, hər kitabın 60% oxunmuyor. Demək, neçə faizini oxub kitabın? 40% müəllim. Əgər kitabın bu qədərini oxuyub, baxır ki, 60% durur. Onda oxudu neçə faizdir? 40%. Düzdürmü? Kitabın 40%ni oxuyub və 60 səhifə edir. Əgər kitabın 40%-i 60 səhifədirsə, özü nə qədərdir? 100% nə qədərdir? X. X bərabərdir 100 vurulsun 60 bölünsün 40. İndi Leyla yəqin ki, bunu yenə də tapdı ki, 40-60% nədir? Problem yoxdur, doğrudur. Amma tənasüblə yazırıq da. Mən bunu da yazdım. Bildim, yəni zaten dediyini artıq ki, mən aydın oldu. Buyurun. 43-ə baxaq müəllim. 43 müəllim. 43. 6 ədəd eyni metal pulun kütləsi 15 qramdır. 6 dənə eyni qəpiyin kütləsi 15 qramdır. Bəs 14 neçə qramdır? Təbii ki, bu düzüm tanıdır. Niyə? Qəpiyin sayı artdıqca onun kütləsi artacaq. O zaman biz nə edərik? X bərabərdir 15 bölünsün 14 bölünsün 6. 3-ə gedər, 5 qalar, 2 qalar, 7 qalar, eləyir 35 qram. 5. Mən 44-ə baxa bilərik. Hə, can? 44-ə baxa bilərik. Gəl baxaq 44-də. Nə deyir 44-də? Velosipedçi 15 kilometr məsafəni gedir 2.5 saata. Aha. Bu adam 2.5 saata 15 kilometr gedir. Bəs deyir saat. 1 dəqiqəyə nə qədər gedər? Daha neçə metr gedər? Baxın, bizə saat verir, kilometrdən ölçün göstərəkdir. Dəqiqə verir, metrlə istəyir. Ona görə biz birinci ölçün də dəyişməliyik. 2.5 saatı neçə dəqiqə eləyir? 150 dəqiqə. 150. 1 saat 60, 1 saatın 60, yarımsaat 30, 150 dəqiqə. Bu adam 150 dəqiqə gedibdir 15 kilometr, yəni 15.000 metr. Metr. Bəs 1 dəqiqə nə qədər gedər? X metr. Düzdür? Çarpaz vuracaq. X bərabər olacaq. Neçə? 15.000 bölünsün 150. 100 metr.
Oldu mu? Bəli. Buyurun. Müəllim Sual. 47-yə bax. 46-ya baxaq da bir dənə. 46. Bir də Bəli, 47. Hı. 46. Rahim, Xədicə, bizə qoşulmuşsunuz, düzdünüz? Buradayız mən, gördüm sizi. Suallarınız yoxdur mu sizin? Müəllim, mən verdim də suallar. Həm də Öyle ki, mi? bayaqdan şeydir, uşaqlar deyir, elə orada da mənim səhvlərim var, onlara Bəli, baxın. laf yaxşı. Yəni, adını nəticə çəkirəm, çox xahiş edirəm. Yəni, suallarınızı sıxıntı ilə verməyək, rahat suallarınızı verin, geridə qalmayaq. 46. 8 8 saata 480 km yol gedən qatar həmin sürətlə 6 saata nə qədər gedər? Bu düz mütənasib asıllıqdır. Əgər bu 8 saata 480 gedirsə, 6 saata nə qədər gedir? Yox, 8 bu düz mütənasibdir. Sən niyə qardaş? Eyni sürətlə gedirsə, çox zamana çox gedər, az zamana az gedər. Düz mütənasibdir. Bu düz mütənasibdir. X bərabərdir 6 vurulsun 480 bölsün 8. O da 60 olur 360. Bilirsən məsələ nədir? Məsələn, sən maşını 50 ilə sürürsən. 50 km saatına. 2 saat yolda olsan sürəsən 100 km. 3 saat olsan sürəsən 150 km. Yəni, eyni sürətlə gedirsənsə, yəni yolda nə qədər çox zaman sərfəsən, o da çox gedərsən. Məsələ çox olacaq. Müəllim, həmçinin tənasibi quranda məntiqə də baxılmalıdır. Məsələn, az olsa az olur, çox olsa çox olur. Hər şeydən qabaq, Rələş olasən sən? Bəli. Sən tənasübün həllinə keçməzdən qabaq nəyi təyinləməlisən? Verilən ifadə düz mütənasib asılıdır, yoxsa tərs mütənasib asılıdır? Yəni, ən böyük səhv orada buraxırsan. Elə şey mi olar? Sən əvvəlcə təhlil eləməlisən, düşünməlisən və təhlil eləməlisən ki, verilən asıllıq düz mütənasib asıllıqdır, yoxsa tərs mütənasib asıllıq. Ondan sonra bəli, həllinə keçə bilərsən. Neçəyə baxaq? Yazmanızda sual vermişdiniz. Müəllim 47-yə deyildi. 47. Demək, 47-ci sual. Velosiped mütəşkil etçi 48 km sürətlə 8 saat yol getdi. O həmin məsafəni 6 saatda hansı sürətlə gedər? 36 edəcək, tamam. Bax. Burada məsafə eynidir. 6 bölünsün 48 bölünsün 8. Əvvəl tapaq görə, yəni tənasübdə qura bilərik. Amma əvvəl siz belə tapaq. Baxın, elə yazırıq. Bu adam 8 saat yol gedir, hər saata gedir 48 km. 8 vurur 48-ə. Eləyər, deyirsən belə eləyir, mi? 384 eləyir. 384 müəllim. Deməli, bu adam saatda 48-dən getsə, 8 saata 384 km yol gedər. İndi həmin məsafəni 384-ü bu adam 6 saat getmək üçün kimi saatdan getməlidir? 36. Olacaq neçə? Yox, 36 olmaz. 30. 4. O 30. 34 müəllim. 34. Yox, 34 yox. Şurada səhv yazılır. Nəsə 64-dür. Və deyirsiniz fikirləşirəm ki, mümkün deyil. Axı bu adam nə oldu? Zaman azaltdı, sürət artmalıdır. Nə qədərdir? 64. Oldu mu? Bəli, müəllim. Sual 55-ə qədər. 51. 54. 51-ə baxacaq. 51-ci sual. Velosipedçi 1200 metr məsafəni gedir 2 dəqiqəyə. 2 dəqiqəyə gedər 1200 metr. Bəs 40 dəqiqəyə nə qədər gedər? Bu düz mütənasibdir, deyilmi? X bərabərdir 1200 vurulsun 40 bölünsün 2. 20-dir deyəsən, elə? 24. 2004. 24 mi mən? 24 mi? Növbəti sual. 54 dedilər mən. 54'e bakın. 54 baxlası sualdır. Bizə verir M bölünsün P vurulsun K. Bax, bu birinci belə verilmişdir.
İndi M-i 3 dəfə artırıb K-nı 3 dəfə azaltsa, Bilmirəm, şərt də elədir. Deyib bir dəfə deyir K-nı 3 dəfə azaltsa, bir elə də deyir K-nı işə dəyişmir. an olaraq onu oxuyuram. M-i 3 dəfə artırıb K-nı 3 dəfə azaldıb. K-nı isə burada birində K-dır, birində P-dir. Çət çökmüş, eşirsənmi? Bax, M-i artırır, K-nı ya da P-ni azaldır, hansısa birini dəyişmir. Görürsən, burada cümlə səhvlik var. Bax, bir dənə şey deyim sizə. Burada cavab E bəndi, eləmi? Bəli. Bəli, müəllim. Demək şərt səhvdir. Demək, nə edəcəyik? Deyir, M-i 3 dəfə artırırıq. Oldu 3M. K-nı da 3 dəfə artırsaq, Gəlir, K-nı 3 dəfə azaldaq. Olsun K bölünsün 3. Elə. P-ni dəyişməyək. O ikinci K deyil, bax bu. O P-dir. Onu P demək istəyir. Belə olsa... Yoxsa ikisi də sürət məxrətdə olduğuna görə fərq olmayacaq ki. Mən deyirəm ki, biz nə deyirik ki, amma şərt olaraq səhvdir. Orada səhvdir. Yəni o bu ya birinciyə P deyərdi, ikinciyə K deyərdi, ya buna K deyərdi, buna P deyərdi. Yəni nəsə onun istəncə dəyişməyəcək. Amma fakt cümlə olaraq səhvdir. O mexanik səhvdə olsun da. 3M bölünsün PK bölünsün 3. O da tərsinə bölməsən gəlir. Birinci qarı ikincinin tərsinə vuracaq. Orada PK-da 3. 9M bölünsün PK. Bax, əvvəl M bölünsün PK. Yəni 9M bölünsün PK. 9 dəfə artıq. Olsun. Mexanik səhvdir də, nə edəcək? Davam edək. Buyurun. 56-ya baxın. 56. 55-in tərsi. 56. Dəqiqə. Davud indi gəlir çıxdı. Yəqin Davudun hazırlığı vardı. Salam müəllim. Salam Davud. Biz hal-hazırda 56-cı suala baxırıq. Amma bundan əvvəl baxdığımız sualların qeydinə aparmışıq. Atacam bunu baxarsan, yaxşı mı? Yaxşı müəllim. Sual 56-ya baxırıq. 5-də 3 hissəsini getdikdən sonra bütün yolun neçə faiz gedilməmiş qalır? Adam yolun 5-də 3-ün gedibsə, belə baxa bilərsən, ya yerdə qalan tap, ya bunu tap. Əgər adam yolun 5-də 3-ün gedib, bir yolun 5-də 3-ü onun neçə faizdir? Bıraq 100-ə, eləmi? O da 60 faiz. Adam yolun 60 faizini gedibsə, 40 faizi qalır. 40 faiz qalıbdır. Yəni, bir yaza bilərsən, fərqdir. Olsun 40 faiz. Olar? Bəli. Buyurun, sual. Mən 59-a baxa bilərik. Mənə baxmır. Bura nə üçün qoşulmuşuq bu gün burada? Yəni, siz sual desəm, ona 3 dənə təkrar baxacam, problem yoxdur. 59. Şagirdin həll etdiyi 15 tapşırıq onun bütün tapşırığının 20%'dir. Bax, düşün bilən ki, Habis evə tapşırıq vermişik. Sən onun 15 dənəsini yazmışsan. Bu da bütün tapşırığın 20% deməkdir. Demək, mənim evə verdiyim tapşırığın 20% 15'dir. Və görərsən özü, yəni hansı qədərdir? X-dir. Və bir şeyin özü onun 100% deməkdir də. Bax, yenə. Əgər sən tapşırığın 20%'ni yazmışsansa və bu 15 dənədirsə, ona tapşırığın özü 100% nə qədərdir? X-dir. X-də bərabərdir. 15 vurulsun 100 bölünsün 20. 5 olacaq 75. 75. Olar mı? Bəli. Müəllim 60-a baxardı. Niyə baxmıyor ki, qardaş? 60-cı sual. Şagird kitabın 130 səhifəsini oxudu. Bu kitabın eyni sual deyil, 25% deməkmiş. Yəni bu adam kitabın 25%'ini oxuyur və bu 130 səhifədir. Onda kitabın özü, yəni 100% nə qədərdir? X. 520 edir məncə o. Və 4 düşür, eləmi? Hə, düzdür. 520. Bəli. 20. Buyurun, sual. 63-ə baxın mənim. Məktəbdə, dərs məktəbə gətirilən
800 kitabın 65% ədəbiyyat, yerdə qalan riyaziyyat. Ya, bayaq bu sual müzakirə edir ya biz. İstəyirsən yerdə qalan faizini tap. Əgər bu kitabın 100%-nin 65% ədəbiyyatdırsa, onda yerdə qalan 35% riyaziyyat. Cəmi 800-dən kitab gətirilir və bunun da 35% riyaziyyat. Yəni nə qədər? 85% müəllim. 180. 80. Bəli. Düz yazmadıq. Düzdür müəllim. Düzdür müəllim. Sonra. Buyurun. 66. Bax, 66 ya. 24 saat işlədiyinə görə fəhlə 80 manat aldı. Bu adam 24 saata 80 manat pul oldu. Əgər 6 saat işləsə nə qədər alardı? Sizcə bu düz Dadaşova, yoxsa tərs mütənasibdir? Düzdür müəllim, düzdür. Yox, düzdür. Təbii ki, düz mütənasibdir. Çox işləsən, çox alırsan, alırsan. Azalacaq, bir sürü azalacaq. Aha. O zaman çarpaz vuracaq. X bərabərdir. 80 vurulsun 6 bölünsün 20. Sadəcə 4 dənə 6. 1'ə 8. 4. 4 20. 20. Əsl Azərbaycan standartlarına uyğun deyil. 6 saat işlə 20 manat. Əla. 67 müəllim. Baxa. Qırx kvadrat döşəməni rəhləmək üçün 6 kiloqram boya lazımdır. 40 kvadrat üçün 6 kiloqram lazımdır. Bəs 20 üçün nə qədər lazımdır? Bu düz mütənasibdir. Çox yerə çox, az yerə az qədər. 33 edəcək müəllim. 3 cavab 3'dür. Mənim 72'ye bakarsınız. Yaxşı. $2.8 kiloqram konfet üçün 19 manat 60 qəpik pul verilmişdir. Bəs 3 kiloqram üçün? Bax, 2.8 kiloqram üçün 19,6 manat lazımdır. 3 də müəllim X deyil. Bəs 3 kiloqram üçün X manat. Çarpaz vuracaq. Çarpaz 19,6 vurulsun 3 bölünsün 2,8. 7 X-a gedər. Bəs 7 Zar. Biraz 7 qalır burada. Cavab olacaq 21. 21. 7 vura 3 21. Müəllim 74'e baxın. Göbələk qurudulduqda kütləsinin 85%-ni itirir. 15% qalır müəllim. Qar 15%. İndi deyir ki, sağ ol. Yəni bu çəkisinin 85%-ni itirir. Yerdə qar 15%. 15%. İndi deyir 24 kiloqram qurudulmuş göbələk almaq üçün nə qədər təzə göbələk lazımdır? Ya deyə bilərik ki, nə qədər olmalıdır ki, onun 15%-i 24 olsun. 15% qalır yerdə. Onda 24'ü vuracaq 100'ə, böləcək 15'ə. Ya belə yazalım, ya da belə deyərik. 15% 24'dürsə, onda 100% nədir? X-dir. Yəni X bərabərdir 100 vurulsun 24 bölünsün 15. Görürsünüz? Eyni şeydir. Hansı? Siz onu yazа bilərsiniz. Aydındır? Bəli müəllim. Sual, buyurun. 76'ya bakalım mı? Aynaya baxmıyor ki, qardaş. 76. Balın tərkibində 12% su var. 5 kiloqram bal deyir nə qədər su var? Ha, kişi. Balın 12% sudursa, 5 kiloqram bal neçə faiz sudur? 5'i vururam 12'ye bölürəm 100'ə. 100'ə. 5'i 12% tapıram, değil mi?
Yıxsa 26. qədər 20 qalar, eləmi deyəsən? Olacaq 12 bölək 20. 0,6 kiloqram nə var? Su var. Bal. Su. Buyurun. 77 dənə baxarsın. 78 müəllim. Elə indi sualdır. 77-yə baxacağıq. Diaqramda okeanların tutduğu sahələr göstərilmişdir. Baxın, hər bir 4 okean verilibdir. Deyir, Atlantik okean sahəsi Sakit okean neçə faizidir? Baxın, Sakit okean sahəsi nə qədərdir? 180 milyon kvadrat kilometr. 180. Bəs Atlantik okean nə qədərdir? 90. 90, Birazcık 180. Belə 2-də 1-də o da 50%. Vurulsun 100%. 50. Aydındır. Bayma başa düşdüm. 80'ə kimi vermişdim belə. Başqa bir şeyə baxıram. Bəli. 80'ə kimi. Başqa suala baxıram. Hə, bir sual baxmalıyım. Tamam. Hər kəs lövhəni Mənim 80-ci sual. Səbrin olsun. 80-ci sual eyni sual deyildimi? Hə, yox, fərqli sualdır. Gəlin sual 80-ə baxaq. X bölünsün 0,4'də 3, 0,63 bölünsün 5'də 20. Bu tənasübdür, eləmi? Belə 63 yazaq da. Yazacağım. Kənar hədlərin hasili, orta hədlərin hasilinə Hədlərin hasilinə İlk önce bərabərdir. ifadeləri sadələşdirək. X bölünsün 0,4'də 3 olacaq 3'də 1. Yəni 9'da 3 eğir 3'də 1. Bərabərdir. %63 bölünsün 5'də 21. Yenə kənar hədlərin hasili X vurulsun 5'də 21. Orta hədlərin hasilinə bərabərdir. Vurulsun, bəli, %63'ə bərabərdir. X-ə qədər bu neçə qalar? 21 qalar, eləmi? %21. Onda X də bərabərdir. %21'i də böləcəyik, bax buna. Tərsinə çevrilir. 5'də 21'ə. Yəni %21'i vuracağıq 21'də 5'ə. Tərsinə çevirmək 21'də 5. Cavab olacaq, yox, 4 nə idi? 20 eləyəcək. 20 müəllim, 20'də 1. Deyirəm, 20'də 1. Oldu mu? O da Müəllim. %5. İndi sizə bir dənə məsləhət. Deməli, 83, 84, 85, 86, 87. 5 dənə sual yazın, yoxlayıram. Cəhət. Hər kəs yazsın. Ben dedim neçələr yazaq? Hayda. 81'dən 81'dən 85'ə qədər. Yox. 3, 4, 5, 6, 7. 83, 84, 5, 6 və 7.
Müəllim, mən yazdım. Əla, çox sağ ol. Bir dənə basınlar daha önemli. Müəllim, mən də yazdım. Çox yaxşı. Mən də yazdım müəllim. Müəllim, mən də qurtardım. Müəllim, mən də bitirdim. Müəllim, mən də. Mən bitirdim. Evet, biz dəqiqə baxacaq, biz dəqiqə. Yəni, hər kəs yekunlaşdırsa, bəli, baxa bilərik. Məndə də bitdi. Evet. Ona gəlin, bir baxaq suala. Ee, 83. Bunu desin mənə. Yox, 83-də burada. Yox, bir dəqiqə. Bana deyir, kitabın qiyməti 20% uzlaşdıqdan sonra 16 manat olur. Əvvəlki qiyməti təyin edin. Kim demək istəyir bu sualı? 20 çıxırıq mənim heç nə. Qalıram Yox, elə qarışıq demək. Mən tənasüb qururum. Tənasüb qururum. Bana belə deyək də, əgər 20% uzlaşdıqda qalıb neçə faizi? 80%. Əgər onun 80%i 16 manatdırsa, öz qiyməti x-dir. X bərabərdir. Tənasüb qururuq hələ. 100 16 16 bölünsün 80. Orada neçə manat? 20 manat. 20 müəllim. 84. Çantanın qiyməti 25% bahalaşıb olub 40 manat. 25%. Olur mən bahalaşıbsa 25%. 25% olur. 125% olub. Bir dənə xahiş mikrofondan söndürün, çünki içəriz çox oldu. 25% bahalaşıb olub 125%. Əgər 125%-i 40 manatsa, onda öz qiyməti 100%-i x-dir. X. Yenə x bərabərdir 100 vurulsun 40 bölünsün 125. Neçəmsi cavabda? 32 müəllim. 32 Düzdür. 85. Nə deyir 85-də bizə? Müəllim, mən bunu 100% ilə hesapladım. Gəl baxaq. Malın qiymətini 50% artırıb, sonra yeni Mən də onu qiymətini soruşdum. 50% artırıb. Bax, dediyin kimi, istən belə gedə bilərsən, bax, bir dəqiqə yazsan. Malın qiymətini 50% artırıb. Əvvəl malın qiyməti nə idi? 100%, öz qiyməti idi. Bunu Artı 150. əvvəlcə 50% artırdılar. 100-ün 50% olacaq. Bir dəqiqə mikrofon bağlayın. Malın öz qiymətini qəbul edirik 100%. Bunu 50% artırırlar. 100-ün 50% olacaq 50. Oldu 150. Sonra həmin qiyməti, yəni yeni qiyməti 150-ni bir daha 50% artırırlar. 150-nin 50%, yəni yarısı olacaq neçə? 75. 75. 200 yox. Yeni qiyməti 50% artırılır. Yeni qiyməti 150-dir axı. Bunun da 50%. Yarıya bölündü mənim yarısı 75 225. Gördün mü? İndi 100 olan şey oldu 225. Neçə faiz artdı? 125%. 25% artdı. Bilmədiniz? 100 olan şey olub 225. Artım nə qədərdir? 125%. Yaza bilərdik. Və yaxud da ki, B bəndən geçsək, məsələn, əldə bir A deyərdik. Əgər A-nı 50% artsa 0,5A olardı 1,5A. Yəni, amma bundansa bu daha rahatdır. Bundan gelirsiniz. Yaxşımı? 86. İki müsbətlərdən biri 10%, digərini 30% artırsaq, onların hasili necə dəyişir? Bax, ələdin biri A-dır, biri B-dir. A-nı vururam B-yə. Olur AB. İndiyə birini 10% artırır. A-nı 10% artırsam, onlar 1,1A. Axı 10% ondadır edir A-nı. Vuraq. B-ni 30% artır. Olur 1,3B. Vursaq olacaq 1,43 AB. Bayaqdan AB idi. AB yəni 1 AB deməkdir də. Yəni neçə faiz idi? 100%. İndi 1,43-dür. Bu da neçə faiz edir? 143%. Nəticə etibarilə nə edib? 43% artıq. 43% artdı. Bax, 87-də bir də həmin sual yazıram. İki nədin hasili? Biri A-dır, biri B.
Hasil oldu AB. Birini 10%, Bir tamamla digərini tamamladı. eşit. Birini 10%, digərini 40% azaldarlarsa. Bunun 10%-i getdi. Yəni 1/10. A-nın qaldı 0,9-u. B-nin 40%-i getdi. Yəni 1/4-ü. Qaldı 0,6-sı. Vursaq 0,54 AB eləyər. Bunun əmsalı Yəni mən 54% artıq. bir bizim üçün demək, eşit ay kişi. Birinci hasil AB idi, eləmi? AB-nin əmsalı neçədir? 1. 1 bizim üçün demək, 100%. Buradan 54 qalacaq mənim. Bunun əmsalı 0,54. Çevirsək faizə, bələcə 100 olacaq neçə? 54%. 100% olan şey olur 54%. Niyə yiyib? 46% artdı. Azalır. azalır. Başa bilərəm. Buyur. Mənim o şərtdə deyirlər, məsələn, 2 müsbət ədəddən, məsələn, tutalım ki, belə yazılsaydı, 2 müsbət ədəddən biri 10% artdı, digəri 40% azalarsa, onda həmişə azalır o faiz. Variantlarda məsələn 30% artar da var, azalar da var. Onun həmişə azalar götürülür onu. Bu xassiyə indi baxmaq istəmirdim siz, nə? Açıq. Növbətə saxlamaq istəyirdim. Bax, Arzu. Deməli, biri var, artım, azalım eyni dərəcədə. Bir ədəd 20% artıb, sonra 20% azaltdıqda və yaxud da 20% artıb, sonra 20% artırdıqda bu tamam başqa bir şeydir. Eyni faizləri artırıb, azaldır və ya azaldıb artırır. Tamam başqa. Bir də var, bizə bax, buradakı ədədlər kimi verir. Bax, 86-87-dən görürsən, deyir, birini 10% artırıb, digərini isə nə etdik? 30% artırırıq. Biri A idi, biri B idi. A-nı vurduq B-yə, oldu AB. Əmsalda 1-dir. 1 bizim üçün deməkdir 100%. Sonra A-nı 10% artırdıq. Oldu 1,1A. B-ni 30% artırdıq. Oldu 1,3B. Vursaq olur 1,43AB. 1,43 neçə faiz eləyir? 143%. 100 olan şey oldu 143. Nəticədə 43% neyiniyib? Artıb. Bilmədin, arzu deyirik biz. Arzu? Dənizi. Dənizi, arzu nə idi? Qələşova. Hə? Elə deyil? Elə. Bir də baxaq, Dəniz. Necə deyir ki, ədədin birini 10, digərini 40% azaltsa. Ədədin biri A idi, biri B. Vurdu, hasil oldu AB. Eləmi? AB-nin əmsalı 1-dir. Yəni nə deməkdir? 100%-dir. 100%. İndi deyir A-nı 10% azalt. Oldu 0,9A. B-ni 40 azalt. Oldu 0,6B. Hasil 0,54 AB. 0,54 AB bizim üçün neçə faizdir? 54. 100% oldu 54%. 46% azaldı. Aydın olmadı yenə də. Oldu mənim. Bax, sənin sualı belə verə bilərdi. A vurulsun B, AB-dir, eləmi? Ədədlərdən birinin 10% artırıb, o birinin 30% azaltsaq. 10% artırsan olacaq 1,1A. 1,1A. Digərini 30 azaldır. Olur 0,7B. 30 azaldır da. Hasil olacaq 0,77AB. Görürsən buranda? Şimdi birinci 1 idi. Yəni 100%. Bu 0,77'dir. Yəni 77%. Nəticə 30% azalma. Yenə aydın olmadı. 33 yoxsa 23? 23 idi. 23, düzdür, 23. Aydın olmadı. Oldu mənim, oldu.